Bugün sizlərlə sobada necə xırçıltılı çudu hazırladığımı bölüşməyi istedim. Əvvəlcə afarı hazırlayıram, sonra isə digər ərzaqlara bir qaba əlavə eləyib yumşaq hamar xəmir yoğururam. Xəmir özünə gələnə kimi isə içliyini hazırlayıram. İçliyə isə bizə 500 qram qiymə, 2 ədəd soğan, ədviyyatlar və zirinc lazımdır. Hamısını əlavə eləyib yaxşıca bişirirəm. Bişirib soyumasını gözləyirəm. Xəmir özünə gəlib köndələrə bölürəm. Mən 8 ədəd köndəyə böldüm. Siz 10 ədəd də köndəyə bölə bilərsiniz. Hamısını oxlava ilə yayıram. Arasını ayranı almış kərə yağla yağlayıram. Hamısını bu formada elədikdən sonra aradakı havanı iynə ilə çıxardıram. Bıçaqla 2 barmaq şəklində kəsirəm. Rolu formada bükürəm. 1-10 dəqiqə qədər gözlədikdən sonra əlimlə açıb içliyini doldururam. Həm bu formada doldurdum, həm də ki oxlava ilə da yayıb içliyini doldurmuşam. Hər iki formada da həm qatların bilinən, həm xırçılı çudular, çox gözəl çudular alınır. İstədiyiniz formada hazırlaya bilərsiniz. Üzərinə isə yumurta sarısını çəkdikdən sonra 30-35 dəqiqədə 180 dərəcə sobada bişirə bilərsiniz. Çox dadlı alınır. Mütləq hazırlayın. Videomu sonuna qədər izlədiyinizə görə təşəkkür edirəm.